Keşfiyat grubuyla Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitin və 20 əskərin olduğu Ural markalı maşını partladaraq onların hamısını məhv edir. Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına 1 milyard dram qoyurlar. Lakin nə qədər cəhd etsələr də onu ələ keçirə bilmirlər. Hətta bir dəfə erməni hərbiçiləri Pəncəlini tutmaq üçün puskuya salırlar. O isə 21 gündən sonra puskudan çıxaraq növbəti dəfə düşməni şoka salır. Salam hörmətli dinləyicilər. Bugün mən sizə Azərbaycan Müdafiə Nazirinin Kəşfiyyat İdarəsində olan biabırçılıqdan danışacağım. Yəni bu biabırçılıq bu Kəşfiyyat İdarəsinin tam bütün nümayəndələrində deyil. Yəni bunu yaradan əsasən Zakir Həsənovdur və bir də Hikmət Mirzəyevdir. Yəqin ki, bu danışığa qulaq astınız, hörmətli dinləyicilər. Bu arvad deyir ki, Pəncəli Teymur Kəlbəcərə gedib 2014-də. Kəlbəcərdə ermənilərin kamazını partladıb, 4 nəfər öldürüb. Sonra erməninin general almağa gedirmiş. Şüf dalına gedib, nə bilim, haradasa. Yəqin ki, Yerevanın aeroportunda olar. Gedib orada bunu öldürüb. Və sairəm. Yəni, bu fantaziya sözlər həddindən artıq çoxdur. İndi bəziləri mənə deyəcək ki, Düvqəm Əsgərov, Pəncəli Teymurov şəhiddir, deyin, onun haqqında danışır. Pəncəli Teymurov şəhid olub. O bizim ürəyimizdir, canımızdır, qanımızdır, qardaşımızdır. Bu ayrı bir məsələdir. Ancaq başqasının haqqını oğurlayıb, kimlərəsə ad vermək, bu tam biabırçılıqdır. Ki, bugün Azərbaycanın Müdafiə Nazirliyində bax bu iş gedir. Bütün Müdafiə Nazirliyinin işçiləri də, Azərbaycanın ordusu da, Azərbaycanın bütün təşkilatları da, yaşayan qadın da, körpə uşaq da, hamısı bilir ki, 2098-ci ildən 2014-ə qədər işğal olunmuş Kəlbəcər ərazisində, Ağdərə ərazisində kəşfiyyatda olan Düvqəm Əsgərov, onun yoldaşları, onunla gedənlər Həsən Həsənov, Yevlaxan qoyun minəsindən Rafiq olub, Qarabağ qazisi, Hidayət Abdullayev olub. Bəzi insanlar elə başa düşür ki, mən anamın qəbrini ziyarət eləməyə getmişəm, nə bilim, getmişəm orada kef eləməyə. Xeyr, burada anamın qəbrinizdə söhbəti yox. Hörmətli dinləyicilər, iminlə işğal olunmuş ərazilərə bayavoy silahları, partlayıcılar, zirzibil verib məni ora göndərən Səfər Əbiyev olub, onun kəşfiyyatının rəisi Rəhim Cəfərov olub, Məhəmməd olub, Əfqan olub. Bu Səfərin bandasındandır. 2014-ə qədər. 2014-dəki Səfər getməyimdə isə Pəncəli Teymurovun yerlisi Zakir Həsənov və yerlisi Zakir Həsənovun imenli öz göstərişi ilə mən oraya getmişəm. Özlə görüşmüşük. 1 saat bizim söhbətimiz olub. Zakir Həsənov. Yadındadır da yəqin ki, koridorda yekə koca stolun birində sən oturdun, birində də mən. Verdin göstərişini. Nə lazımdır verdin, təminatı ödədin, bayavoy, hamısı.
Sənin dediklərin yerinə yetirdik də, Zakir Həsənov, elə deyil. İndi sir deyil bu. Onsuz da sənin sirrin yoxdur. Sənin sirrin hamın erməni bilir. 3 ermənini öldürdürdün bana. Sən dedin ged öldür da, düzdür mü? Adi adam deyildi. Kəlbəcərdə yerləşən korpusun kəşfiyyatın rəisiydi. Mayor Abramyan. Ola bilsin ki, sən yadından çıxıbdı, çünki marağın yoxdur. Mayor Abramyan, kəşfiyyatın əməkdaşı Xaşxaşyan, bir də Sambat Sakanyan. Adlarını deyirəm ki, cənab nazir, yadına düşsün. Bunları kim öldürdü? Bunların ölümüne gösterişi sen verdin. Dedin ki, cənab prezidentin gösterişidir. Ne bileyim nedir? Bizim asker öldürürler, biz de öldürmeliyiz. Yaxşı, yerine getirdik. Sana inandık. Geldi. Rezultat ne oldu? Şimdi uydurma bir senaryo yazdırmışsan, Hikmet Mirzəyevlə ikiniz senaryo yazdırsınız. Pəncəli Teymur getdi Kəlbəcərə bu adamları Pəncəli Teymur. Pəncəli Teymur kəşfiyyatçı oldu. Allah rəhmət eləsin. Pəncəlinin altında 70 minlikçi Hikmet Mirzəyevin yanında sağa sola 170 ilə hərbisiyə oradan da gedirdi Lənkərana. Talış idi da. Talış kardeşimizdi. Siz de oralısınız. Zakir Həsənov da oralıdır da. Yalandan deyir Yerevanlıyam, Göyçəliyəm. Bu Talışdır. Sen atan da orada işləyir. Bir ara verdiniz gəmini Pəncəli Teymurun adına ki, belə cemaattan gizlin verdiniz gəmi getdi. Yaxşı, bizim hakkımızı niye gizlediniz? Kəlbəcərdə o ermənilərlə atışan Həsən Həsənov olub, Dilgə Məskərov olub, bu işə Sarkisyan qarışıb, bu işə bütün Ermənistanın ordusu yeriyib ora. Bunu nəyə görə o arvadın əlinə bir şey verib salmışsınız ortaya ki, döşə. Bir ildən artıq o arvadın senarini siz yazıb verirsiniz ora ki, cəmadın qoy başına döysün, girsin ki, hə, Pəncəli Kəlbəcərdə olub, Kəlbəcərdə olub. Pəncəli heç yerdə də olmuyor. Heç bir döyüşdə də olmuyor. Hikmet Mirzəyev, lazım olanda pul xatirinə göndərmirsən. Əfqanistanda gitsin təlimə, nə bilim, hara gitsin, hara gitsin, hara gitsin. Belə işlərdə geyimindən də görüşür, çəkimindən də görüşür, simpatisine olandır, qəşəng başında da açıq. Aşkı, o qarı şəkillərdə də onun heç biri Qarabağda ona asdır. Qarabağda o boyda qarı yox. Heç olmasa montaj eləyin. O qayalardan zaddan montaj eləyin Kəlbəcərin qayalarından. Hörmətli dinləyicilər, bugün mən yenə bu məsələyə toxundum. Hər vaxt toxunacağım. Yəni, burada əsas kimisə mən əleyhinə getmirəm, kimisə xainliğini çəkmək söhbəti deyil. Özünüzü qoyun siz də mənim yerimə və bir anlıq qoyun mənim, elə bilin ki, mən deyirəm sizsiz. Siz özünüz nə reaksiya verərsiniz ki, sizin haqqınızı yesinlər. Sizin gördüyünüz işləri saxtalaşdırsınlar. Zakir Həsənov, ikinci bir, ya sən, ya Səfər Əbiyev, ya o Rəhim Cəfərov var idi, o Afyor Julik, o Belasuvar Juliki. Çıxsın ortaya desin ki, bax filan kəs kəşfiyyatçı mı olub, filan kəsi biz göndərmişik. Hələ ki bu qədər, yəni bu videonun davam eləyəcək. Yəni bu heç birə mümkün deyil ki, hörmətli dinləyicilər. Pəncəli Teymurov Kəlbəcərə getsin. Bütün o haqqında danışıqları dinləyin. Onun anasını orada yalan versiyalar verirlər, o qoyurlar, yazıq. Yaşlı adamdır, onu alladıb o səviyyə niyə salırsınız? Mənə yüzlərlə adam zəng eləyir, yazır ki, gör deyir Pəncəli Teymurun anasının başına nə oynatırlar. Al da girov gəldi, arvad belə getdi, ayağım belə yaladı. Ya bəstirin də.
öz xeyriniz üçün Zakir Həsənov. Belə vermədin ya onu sən. Sənin kəşf müdafiə naziri olduğun devirdən bəri üçüncü adama da saxta milli qəhrəman verirsən. Vaqif Qurbanovun haqqında hamı bilir, televiziyada da deyir, sosial şəbəkələrdə də var. Çıx deyən ki, Allah rəhmət eləsin. Pəncəli Teymurda belə elədi. Çıx məlumat ver. Görək neyini, hara gedir, general harada öldürdü. Nədir uşaq baş əlilirsə, hə? 1 milyard erməni dram qoydu. Erməni dramı Zakir Həsənov. Gülgəm Əsgərovun başına qoyub. İndi videosu var. Ermənistanın yüksək səviyyəli nazirliyində müzakirələr gedir orada. Gülgəm Əsgərov kimdir, nəçidir, nə iş görür. Çıxart qoy da qohumunun üçün də qoy. Hələlik bu qədər.